Orada elə bir hadisə baş verir. Çox təsirli hadisədir. Peyğəmbər sallallahu aleyhi və səlləm Osman ibn Talha adlı bir nəfəri çağırır. Bu bilirsiniz kimdir? Bu adamdır ki, Kəbənin qapısının açarları onda idi. Həmişə onda, o ailədə olub. Və ancaq onların ixtiyarı ilə qapını açırdılar. Kimsə gəlib bu vaxt Kəbənin içində girib bütləri ziyarət edərdi. Osman ibn Talhəni çağırır, deyir ki, ey Osman, açarları ver mənə. Alır əlindən açarları. Osman da qorxur, nə deyə bilər? Tabi olmalı. Açarları əlindən alır, deyir ki, yadındadır, mən Mədinəyə hicrət etdikdə gəldim səndən xahiş elədim ki, Kəbənin qapısını aç, içəridə Allaha dua etmək istəyirəm. Sən mənə dedin ki, bu qapı sənin üzünə heç vaxt açılmayacaq. Çünki sən bizim düşmənimizsən. Mən sənə nə dedim? Dedim, ey Osman, əgər elə bir zaman gəlsə ki, Kəbənin açarları mənim əlimdə olsun, ixtiyarı mənim əlimdə olsun, onda Məkkə əhalisinin halı necə olacaq? Sən də mənə dedin ki, elə şey ola bilməz. Məkkə əhalisi gələr, rəzil, rüsvay olsun ki, zəlil olsun ki, Kəbənin ixtiyarı sənin əlində olsun. Mən də sənə dedim ki, xeyr, elə bir zaman gələcək ki, Məkkə əhalisi izzət içində olacaq, müsəlman olacaq və Kəbənin açarları da mənim əlimdə olacaq, indi gördüyün kimi. Və mən həmin vaxt bu açarları istədiyim kimsəyə verəcəm. Kəbənin ixtiyarını istədiyim ailəyə həvalə edəcəm. İstədiyim də sənsən, ey Osman. Bu açarları sənə verirəm. Qiyamətə qədər sənin ailəndə qalacaq. Və kim bu açarları sənin ailəndən alarsa, Allah ona lənət eləsin. 15 əsrdə o ailədə də açar. Heç kral cürət edib bu açarı ondan almır ki, lənətə məruz qalmasın. O buna nə cür pislik eləmişdi, bu ona nə cür yaxşılıq elədi. Qiyamətə qədər o ailəni şərəfləndirdi. Budur mərhəmətli Peyğəmbərin əxlaqı.